vəsiqəmi tapım, göstərmək olmaz deyəsən. Nəsə olacaq, bastım məndən. Bir də gəl, qayıt bir də gəl. Bu qız yemədi, içmədi, dedi ki, mən video çəkəcəm. Hamıya salam, mən Xədicə, kanal videoma xoş gəlmişsiniz. Bugün sizlər üçün uzun müddətdən sonra bir vlog çəkirəm. Və bu vlogda bir yerdə qaxa gedirik. Çox vaxt itirmədən başlayaq, çünki mən hələ hazırlaşmamışam. Ancaq belə otağımı falan yığışdırmışam və nələr götürəcəyimi bilirəm, amma yığmamışam heç nəyimi. Üstümə belə kofta giyinmişəm. Altıma da bu şəkildə bir eşofman giyinəcəm. Orada rahat ola bilim. Üstündən də bu rəngdə jaketim var, onu giyinəcəm. Onun da üstündən plaş giyinəcəm. Dediyim kimi qaxa gedirik, amma maşınla getməyi ilk dəfədir ki, qatarla gedəcəyik. Saat 12-yə qalmış qatar yola çıxır, biz saat 11-ə qalmış orada olmalıyıq. 6 saatlıq yolumuz var, hardasa səhər 6-ya yaxın ora çatmış olacağıq. İndi hansı paltarları aparacağım baxaq. Ondan sonra 2 gün qaldığımız üçün çox bir şey götürməyəcəm. Kombinləmişəm və kombin şəklində ağlımda tutub aparıram. Bir dənə tezə belə koftam var, çox qəşəng kofta, çox sevirəm bunu. Bunu aparacağım. Əynimdəki eşofmanla da çox qəşəng yaraşır. Bu şəkildə bir kofta götürmüşəm. Bunu da çox sevirəm. Köynəyi götürürəm. Və son olaraq da bu şalvarı aparıram. Əl sumkası olaraq da bunu götürdüm. Məncə hər şeyin ən məqbul olanı budur. Yol üstündə bu sumkanı götürəcəm. Bunu tez almışam. O qədər çox bəyənərək aldım ki, İndi də son olaraq makyaj və baxım şeylərimi yığacağıq. Bu arada mən şkafım üçün bu şəkildə dizaynlamışam. Bu orqanizerlərdən almışam. Belə bu şəkildə qablar və hamısını onun içinə yığmışam. Əvvəl stolumun üstündə olurdu. Güzgümün qabaq makyaj şeylərimlə dolu olurdu. İndi soran boşaldıb bura yığmışam. Davam eləyək. İndi nələri aparıram? Təzə aldığım bu konsileri götürəcəm. Tonal olaraq bunu götürəcəm yəqin ki. Rumyan olaraq bu Kikonu götürəcəm. Bir də bu Maybelline aldığımı çox bəyənirəm. Təzə almışam. Çox qəşəngdir. Əsl yay rumyanasıdır. Bu ikisini götürürəm. Bu şəkildə tempaletim var, bunu götürəcəm. Özümə bu arada lelli tripod almışam. Ona görə daha qəşəng çəkəcəm bundan sonra videolarımı. Bu arada kupedə Nərminləni. Ona görə sizlər üçün çox qəşəng videolar çəkəcəm. Orada da Nərmin mənə bol-bol çəkəcək. Ona görə bu vloqumuz məncə yaxşı alınacaq. Çünki özüm tək olanda və tək çəkəndə, yəni mama gillə gedəndə çox video çəkməyə utanıram. Ümumiyyətlə çöldə falan video çəkə bilmirəm. Çatdıq dostlar. Sumkamı ver də. Uşaqlar, vəsiqələrinizi əlimizdə. Vəsiqəmi tapım, göstərmək olmaz deyəsən. Aynalı kemer, ince bele, bu can kurban, tatlı dile. Yerləşdik. Bir amca belə balacadır. Eysim var. El ilə. Tamam. Vloga bir dənə. Əl ilə. Çamadan üçün bir günə Sevgimi göstərək. Otağımız var. Yerlikdə otağımız bu şəkildə. 2 yataq buradadır, 2 yataq buradadır. Burada da stolumuz var, sularımız var. Bura mənim yerim deyən dostlar. Neyse bu şəkildədir. Burada vaxt keçiriləcək. Əslində biraz böyük gözlüyüm, nəsə olacaq. Bastım mənim canım. İşləri hara qoyaq görəsən? Ne bir şeydir? Belə bir şey. Çok bandı. Quru və efsatı bir qat. Adı bu. Salam. Salam. Və Aynur şef. Sen yoktu. Ağladı. Ama ki bu nefer danışıp ciddi kapının çırpını tapsaydım üstüme gülerdin Şersene tokunaydım ellerini sığ borcuma gözleri Bakalım aramıştı. Yola düşməsi də bitir. Çatırıq. Yarım saat qalmış gəlib xəbər edirlər ki, yarım saata çatırsınız, hazırlaşın falan. Sen boyun tutmadı ev. Hiç yatmadım da ya, 6 saatlıq yolu asla yatmadım. Ara yerdə dırnağımı qopartdım, yəni ortadan qopdu. Üst gözü dəydi. Qayıt bir də gəl, qayıt bir də gəl. 3 dəqiqəmiz qaldı. Size video çekmek için koridorda oturmuşum.
Tez çatmışıq. Saat artıq 8-in yarısı, saat 8-də səhər yeməyi başlayır. Tez çatmışıq və saat 12-də çıxış olduğu üçün bizə otaq saat 12 civarında verəcəklər. Sadəcə bir otaq verilib, amma əslində bizdə 3 otaqdır. Həmin otağa çamadanlar falan yerləşdirdi. İndi düşürük həyətdə gəzməyə. O qədər qəşəng hava var ki, heç yatmamışam, amma peşman deyiləm deyəsən. Bu qədər idi ki, indi düşürük aşağı həyətə. Tam burada da işləyir. Erməyiz. Hadi məndən salam. İlk Joliyə söhbət eləyək biraz. Saat 9 falan vardı biz yatanda. Saat 2-nin yarısı durmuşam. İndi hazırlaşırıq, Səngər qalaya gedəcəyik. Kombinimizi də göstərək. Makyajım da tamamdır. İndi bir dənə sümkə götürəcəm. Çıxacaq çünki aşağıda bizi götürürlər. Əsl havasıymış arkadaşlar. Çox qəşəng. Bundan bir həftə əvvəl gəlsəydik çox yağış idi, amma indi tam bir mart əsintisi. Qəşəngdir. Ya çok şık. Gözləməzdim qəfil arxadan məni vuran. Salam xanım. Salam. Vlog çəkirsən. Bəli, vlog çəkirəm. Yemək yedik, otelə qayıtdıq. Bowlinga rezervasiya yazdırdıq saat 10-a. Amma elə saat 7-nin yarısı zorla yer tapdıq. İndi gedəcək tenis oynamağa. Monopoly falan. Şüpheli. Bizlər bu arada. Zaten edelim oynayır. Saatıdır. Əgər YouTube kanalına abunə olmağı unutmursunuz. Like eləməyi də. Əgər abunə olsanız, xəyallarınıza bir adım daha Duacıyıq sizə. Bowling oynadıq, 3-cü oldum. İndi dominoda 1-ci olmaya gəlmişəm. Şüpheli. Sağ olun. Morning. Evdə şimdi yatmışıq ki, çox rahat edirimiz. Görünmür üzümüzdən. Sabah hazırlığının oldusunun dərdini daşıyıram biraz. Ama neyse. Hazırlaşmışıq. İndi içəri bazara gedəcəyik. İçəri şərifin bir yeriymiş. Oranı gezəcəyik. Ondan sonra yemək yeyəcəyik və sonra otelə qayıdıb hazırlaşacağıq. Axşam yenə bowlingə düşəcəyik çünki bizdən çox əyləndik. Ondan sonra da bugün axşam artıq Bakıya qayıdırıq. Saat yenə 12-yə qalmış qatarımız var. Kombin çək eləyək. Yenə bu ağ koftan giymişəm. Altıma da bir dənə cins giyindim. Ay bugün özümü ekstra bəyəndim. Əslində bugün kombin yapmağa çox belə halım yox idi. Ən qəşəng şeylərimi giymişdim. Fikirləşirdim ki, bugün yaxşı olmayacaq, amma bugün ekstra bəyəndim. Saçımı falan, makyajımı. İndi çıxırıq. Yalandan çəkirsən, sonra qoymursan. Vallahi qoyacağım. Ən favori izləyicim xalamdır. Məncə xalamdır. O daha həvəslə izləyir. Gözləyirəm. Aylardır gözləyir ki, video yüklüyüm. Three days later. İndi oteldə gedirik çay içməyə. Oturduğumuz restoran var da çox qəşəng idi. Yəni yeməklərini falan çox bəyəndik. Gəlsəz mütləq gedə bilərsiniz. Qiymətləri də çox münasib idi. Bizim otelə yaxın idi, 4 kilometr idi. Hava çox qəşəng idi. Heç qayıtmaq istəmirik. Bir vlogun daha sonuna gəldik. Bu qapanışı da qaxta çəkmək istədim. Və heç kəs yoxdur ətrafda. Qatar gözləyirik. Harasa bir 40 dəqiqə. Çox gözəldir bura. Heç kəs yoxdur və Çok estetikti. çox əyləndik. Bugün əslində sizə çox çəkə bilmədim. Çünki biraz bowling oynadıq əsas oteldə. çox əyləndik belə. Bence de. Amma çox qəşəng idi. Ümumiyyətlə qatarla gəlmək istəyənlər dəyərləndirə bilər. Çox qəşəngdir. Həqiqətən. Yazın özün ən gözəl havalarına rast gəldik. Yaz ümumiyyətcə bizim ölkəyə yaraşır. Məncə də. Quşlar nə gözəl oxuyur. Nəysə, kanala abunə olub. Həcə abunə olursunuz. El eləməyin ki. Valideynlərinizi çağırın. Müəlliməsi, reklam bir dənə. Bu video baxanda sonra heç bir gəlməyəcək. Kanala abunə olub. Videoları bəyənməyi. Əməyi dəyərləndirin. Bu qız. Yemədi, içmədi. Dedi ki, mən video çəkəcəm. Şübhəli.
Məncə son İstəyirik artıq vloglardan da- ən qəşəngidir deyə düşünürəm. Bəli, həqiqətən. Və Və Xədicə bu yüksəsə də, yeni ildə də biz o qədər həvəsləndirdi, video Demə də, çəkdirdi. bilməsinlər. Heç biri baxacaq ki, Mövlan özünü çəkib bir saat. Mövlanla Allah. Ay, İlgizin izləsidir o. Hə də. Elgiz Azərlə axşam, Azər axşamı olduğu üçün. Elgiz də izlə, Elgiz izlə.